Peyğəmbər buyurur, hər kəs mənə 3 dəfə gündə salavat desə, hubbən və şəvqən, məhəbbətdən ki, mənə məhəbbəti var, məhəbbətin izhar eləsin deyə mənə əgər gündə 3 dəfə salavat söysə, Allahın borcudur ki, Allah bu adamın günahlarını bağışlıyor. Tilkəlleylə və zalikəliyo. O gecə və o günüzdə. O günüzün və gecənin içərisində elədi ki, günahları o 3 dənə salavatın ehtiramına Allah bozur. Dilüz bekar qalmasın. Siz kulağınız eşidir, əliniz iş görür, ayağınız iş görür, dilüz də öz ibadətin eləsin. O insanlar ki, onların dilləri salavata öyrəşib, onlara ölüm asan olar. Çünki ölüm çox çətindir. İndi ölüm barəsində danışmırıq, mövzu başqadır. Əgər insan ölümün barəsində danışa, hələ mən indiyəcən heç ölümün barəsində danışmamışam, bəzən də cürət eləmirəm. İnsan danışır ya hədislərin oxuyur, həqiqətən deyirəm bunu. Yəni bu mənim öz başıma gələn işdir. Gecə insan qorxusundan yata